Eleman, elə bilirəm üstümdə ağırlıq var, başım sıxılır, neyniyim? Zəng elib mütrüflüyü atmısan üstümə. Yoxdur. Axırıncı dəfə bibün açan gəlib sizə. Məsələ? Bibün. Bibim yaxşı insandır. Acaq çəkiri, haçan gəlib deyirəm. Bibim rayonda qalır, çoxdan gəlib. Az nə dəxli var, deyirəm haçan gəlib axırıncı dəfə. 2 kilo olar. Evə bax, evdə nəsə var. Başımın bu gicgah hissələri sıxılır. Deməli başım var da. Ay, sağ ol, düz söhbət. Oğlan fikirləşirsən düzündə. Nə fikirləşən? Oğlan da oğlan, iki ayaq, iki zad. Ailəliyəm. Həydi, onda qaynaman Hiss eləyib. edirəm ki, nəsə evimə gəlib gedən nəsə edir. Qaynaman eləyib, açıq-açıq danış, gəlib gedən kimi deyirsən. Qaynanam da yaxşıdır, biraz Kimdir bəs gəlib gedəndi, bilim də. Mən arvadımdan şübhələnirəm. Acı eləməz. Niyə? Qayın arvadı elə şey eləməz. Allah, sifətindən hiss olunur. Hiss olunur evdə buraxma da. Necə düşmən olun da onda. Uşağın sirkəsi ilə zadla evi şey elə də, sidiyi ilə zadla təmizlə. Eləyim, gerək olmur. Ərdin sənə pis davranır. Dərdividir, hə. İnsan arasında əladır. Amma təklikdə bir... Artistdir, onu da aktyordur. Hə, kütlüyə işləyir. Hə. Necə eləyim mən bu başımın sıxılması? Təklikdə neyinir sənə? Sifətindən hiss edirəm də belə mürdəşir. Elə bir ki, ibnədir. Axır vaxtlar belə olub. Özün sırıyanan kimi yaxşı idi. Sonrasını gördüm ki, abı çıxdı. Az axır vaxtlar belədir deyirəm. 1 ildir. Az onda cadu deyir, onun xarakter elədir güzel başla. Elə cadunun uzaq ömrü 1 ayda. Başımda problem var. Yaxşı davran da ərvədə. Ərimlə yaxşıyam. Bərimdən danışım, deyirsən pisəm. Yox, mən o qayın arvadından deyirəm. Küsən başla, ərimdən danışıram. Deyirəm, ərin soyuq davranır sənə, nəydən hiss elədin cadu var səndə? Allah. Problem məndədir. Hə, necə səndədir? Deyirəm də başımı sıxılır. Onda səndə cadu zad yoxdur, yox. Onda xəstəyim. Xəstə də görsən, çox şeylər fikirlərsən. Yəni, problemləriniz zadınız var. Ay, sağ ol, problem. Ev yığışdırıram, fikirləşirəm. Qab yuyuram, fikirləşirəm. Nə problemin var? Problem yox, əkizlər büyücüyəm. Onda səndə Hər çatmır. şey beynimə alıram, hər şey fikirləşirəm ki, filan kəs niyə görə bu vaxt mənə belə eləyib? Niyə belə olub, niyə elə olub? Amma sonra deyirəm ki, sonra qabları yuyuram, o sərəskini sıxıb, asıram. Deyirəm ki, hər şey da problemi qutardı. Xanım, sən yaxşı ol. Valla səndə cadu zad yoxdur ki, teatrı yaşa batır. Sən bizdən məzələn bəzəyirmişsən. Yeri ged, yeri batır, yeri. Oturub ər evində bizlə mırtaşır. Yeri, bextib.